Üstəlik də mən metroda da qəzaya düşmüşəm 95-ci ildə və orada da mən çətinliklərim olubdu özümü bərpa eləmək üçün. Bundan sonra geri dönüş elədim. Artıq onda 37 yaşım vardı və aktiv həyatı seçdim və bütün bunların günahının özümdə olduğunu və elədim. Uşaqlıqda oxuduğum mütaliələrim sağlamlıq haqqında, sovet vaxtında o qədər də çox belə sosial şəbəkə falan olmasa da jurnallar vardı. Əgər sağlam olmaq istəyirsənsə, Rusca veriliş vardı. Mən həmişə onu izləyərdim və orada infarkt olmuş adamların tövsiyələrini o zaman danışdıqları xatirimdə idi. İkinci sinif falan. Yəni mən bunları başladım özümdə tətbiq eləməyə, daha çox saatlarla açıq havada olmaq, gəzmək və o gəzməyi gələcəkdə açıqda keçirmək, üzmək və güclü. Bunlarla mənim yuxu rejimim düzəldi və yavaş-yavaş yəni əməliyyatdan mən qaçdım. Yəni həkimlərə söz verdim, amma onları aldatdım bir sözlə. Müvəqqəti olaraq qaçdım onların yanından və heç geri yalnız məsləhətlər üçün döndüm və şükürlər olsun. Yəni bu bir səbəb idi ki, bugün mən idmana gəlim və paralimpiyaçı oldu və idman nailiyyətləri oldu, elədim və bu geri dönüşüm də yəni özümü düzəltməyimlə insanlara bunu göstərdim ki, biz bitmədi demədən bitməz və qorxmaq, çəkinmək lazım deyil. Hərəkət insanlar üçün yəni genetikasında olan bir şey. Diabetdə həqiqətən də yəni fiziki aktivlik hər zaman xanım, siz özünüz də bütün çıxışlarınızda qeyd edirsiniz. Fiziki aktivlik bütün problemlərin həll çarəsidir, eyni zamanda şəkərli diabetdir. Ancaq biraz təcrübəsi olan kimi, yəni fiziki aktivlik deyən kimi bizim insanlar düşünür ki, hə neyim, zal var, yazılıram, pul var.